Yəni deməzdim ki, deyək ki, Səidə Bəkir qızı kimi. Bu Səidə Bəkir qızından çox təhlükəlidir dostlar. Yəni Səidə Bəkir qızı bir başqa variantda, yəni qaçqınlarla Bakılılar arasında, yəni evin... Mən bu yaxınlarda bir şeyə də rast gəldim. Bu Nazir Əhmədlinin münasibətini o vaxt hələ bir 11 ay baxdım ki, video çəkib. Prosto mənim üçün maraqlı gəldi ki, görüm bu nə Səidə Bəkir qızı ilə bağlı söhbətində ki, o da məsələn deyək ki, bu şeylər, amma elə deyir ki, güya ki, tamamilə bu işlərin hamısını insanlar öz aralarında eləməlidirlər. Məsələn, deyək ki, Bakılının evini boşaltmaq məsələsi. Əgər sən deyir, Bakılıya, qaçqına, deyək ki, Bakılının evini zəbt eləmiş adama tikilən, salınan şəhərcidə ev verilirsə, bu niyə qoyub getmir? Bu dövləti çıxardı aradan, ölkəni, hökuməti çıxardı aradan, kişi. Sən bunu birinci elə və öz də xahiş edirik hökumətdən ki, bunu eləyin. Qardaşım, bu dövlət səviyyəsində həll olması məsələdir. Burada sən deyir o şeyi öz başına qoymaq deyil ki, məsələ. Sən gedirsən qaçqından, deyək ki, pul alırsan, həmin o evi zəbt eləmiş adamlardan. Sən və qərət ilə vermək, ged öz işinə məşğul ol. Bu da götürür həmin o şeyi, baxır ki, buradan pul alıb, orada məşqdir. Yəni, bunların hamısının fırıldaqlarını, yollarını biz bilirik işte. Yəni, söhbət bundan gedir. Yəni, bu, dostlar, mən ona görə deyirəm, bu məsələ o qədər dəhşətli, o qədər qorxulu məsələdir ki, mən zamanında bir dəfə, yadımdan çıxıb, 90-cı illərdə bizim dostlardan biri, məsələn, mənim deyək ki, hələ orta məktəbi bitirəndən sonra Bakıya gəlib, institutda qəbul olandan sonra dostluq elədiyim bir adamla 90-cı illərdə məlum oldu ki, sən demə, bu sünniymiş, mən şiə. İnanın, mən ona kimi onun sünni özümün şiə olduğumu bilmirdim. Sadəcə olaraq mən özümün şiə olduğumu ona görə bilirdim ki, məsələn, bizdə bir iki nəfər bizim kəndimizdə sünni insanlar yaşayırdı. Yəni, köçüb gəlmişdilər, o vaxt ərə gəlmişdi qadın, bilmirəm necəsə, yəni o mənim maraqlandırmayıb heç vaxt. Və onunla bağlı deyək ki, bəs o tərsliyi ilə, falan ilə bağlı, yəni orada da deyək ki, belə arada olan məsələ ilə bağlı heç vaxt, məsələn, deyək ki, pis bir söhbət olmayıb, yəni nə sünnililərə qarşı, nə şiələrə qarşı. Və mən 90-cı ildə ASTV-də gələndə həmən bu insanların arasında söhbətdə başa düşdüm ki, deməli bizim aramızda çox asanlıqla sünni şiə məsələsini qaldıra bilərlər və sabah mən bu dostumla düşmən ola bilərəm, sabah mən bu dostumla o sünni kimi, mən şiə kimi bir-birimizi qıra bilərik. Baxın, məsələnin dəhşəti budur, əziz dostlar, əziz qardaşlar, əziz bacılar, əziz insanlar. Bizə İlham Əliyevin şərəfsiz hakimiyyətindən qutarmaq üçün, inanın mənə, mən heç, məsələn, deyək ki, mən Qarabağın bu qədər, deyək ki, bu boyda faciələr içində Qarabağın bizim, yəni bu şəkildə bizə qayıtmasının heç, deyək ki, məni sevindirmir. Əksinə biz birinci məsələ İlham Əliyevi təmizləməliydi və mən dünən yoxsa ağa gün Rauf Arifoğlu'nun BBC Azərbaycanca olan müsahibəsinə baxdım. Qorxdum. Rauf Arifoğlu'ndan da qorxdum. Rauf Arifoğlu, dostlar, İlham Əliyevə ona görə satılıb ki, bunun deməyindən belə ki, nə müsavatda, nə cəbhədə falan demokrat adam yoxdur. Onlar İlham Əliyevdən nə bilim, nə pis olardılar falan. Mən başa düşmədim. Müsavat pisdir, cəbhə pisdir, Rauf Arifoğlu. Buna görə sən gedib İlham Əliyevin qucağında tutmalısan, gedib özün üçün partiya yarat, danış, denənə kişi bunlar satqındır, gəlin özümüz öz, yəni buna görə sən öz xalqını, öz millətini satmalısan İlham Əliyev kimi şərəfsizə. Yəni o nöqteyi nəzərdən, inanın, mən ondan qorxdum, yəni onun müsahibəsinə qulaq astım, dəhşətə gəldim. Məsələ budur, əziz qardaşlar. Məsələ budur ki, yəni biz istənilən anda, baxın, biz, bəli, mən bu xanımın dediyi ilə tam razıyam. Bizi İlham Əliyev cəmiyyət olaraq öldürmək istəyir.
Demək olar ki, 70% buna da nail olub hələ. İnanın mənə. Və bugün biz təsəvvür edin, bir Deladuzun əlində qalmışıq, əziz qardaşlar.